الحمد لله رب العالمين والعاقبة للمتقين فلا عدوان إلا على الظالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه والتابعين أما بعد. Allah Azze ve Celle'nin izniyle Allah ve Resulüne sallallahu aleyhi ve selleme İftira atan kimsənin iftiralarına cavab verməyə davam edirik. 8-ci məsələdə, 8-ci rəddiyədə qalmışdıq. İftira atan şəxsə xitabən deyirik ki, deyirsən ki, bunların fikrinin gərəyi demək Peyğəmbərin dininin əsli olmayıb, 13 il. Əsl sonradan nazil olub. Bu fikrin gərəyi küfürdür. Niyə? Çünki Allah və Rəsuluna iftiradır. Bu da ittifaqla böyük küfürdür. Burada sənin sözlərin bitdi. Yəni deyirsən ki, bu namazı dinin əslindən sayanlar Resulullah sallallahu aleyhi ve sellemin dinin əslinin olmadığını deyirlər 13 il boyunda. Əsl sonradan nazil olub və s. Bunlar sizin kəlamınızdır. Bizi qətiyyən maraqlandırmır. Lakin burada dediyin şey ki, bu fikrin gərəyi küfürdür. Niyə? Çünki Allah və Resuluna iftiradır. Bu da ittifaqla böyük küfürdür. Yəni təbii ki, sizdə kiçik küfür var. Kiçik şirk var, kiçik kafir var, kiçik müşrik var, böyük müşrik var, böyük kafir var. Lakin burada Allah və Rəsulunun iftiradır. İftirada bu da iftiranın da böyük küfür olduğunu deyirsən. Yəni sizin başqa bir üslubunuzda deyək, yəni dindən çıxaran küfür. Allah və Rəsuluna iftira atmaq küfürdür, gözəl, doğrudur. Bəs sən nə iftira atırsan, bəs yaxşı? Yəni buraya qədər saydığın məsələlərdə sən neçə yerdə Allah və Rəsuluna iftira attın? Nə əcəb o küfür sənin özünə də ilhaq edilmir. Yoxsa sən bundan istisnasan? Sənin ayrıcalığın var yoxsa? 9-cu məsələ deyirsən ki, namaz tövhidin əslindən deyil. Yəni sanki məqsədin, sanki yox elə zaten bəlli olan budur ki, sənin məqsədin budur. Namazı gözdən salmaqdır, namazı dəyərdən salmaqdır haşa. Özün oxuduğun müasir hədisini deyəcəm, lakin sən özün oxuduğunu anlamırsan onsuz da, yəni ona görə də bunun üstündə durmuram. Gəl sənə Bəra surəsindəki 5-ci və 11-ci ayətləri oxuyum. Əuzubillahimineşşeytanirracim. Fəidən sələxəl əşhurul hurumu fəqtulul müşrikîne haythu vəcəttumuhum və xuzuhum və hsuruhum və qudu ləhum kullə mərsad. Fəin təbu və əqamus salata və ətəvuz zəkətə fəxallu səbiləhum innallaha qafurur rahim. Haram aylar çıxdıqda müşrikləri harda tapsanız, harda yaxalasanız öldürün. Onları əsir götürün, mühasirəyə alın və onlara qarşı hər yerdə pusqu qurun. Əgər tövbə edib, namazı qılıb, zəkatı versələr, onların yollarını sərbəst buraxın. Çünki həqiqətən Allah qafurdur, rahimdir. Allah Azze ve Celle müşriklərə qarşı savaşmağı, onlara qarşı pusqu qurmağı, onları öldürməyi və s. əmr edir. Və nə deyir? Fəin təbu, əgər tövbə etsələr, müşrik nədən tövbə edir? Şirkindən tövbə edəcək. Şirkindən tövbə etsə və aqamus salata və namazı doğru düzgün qılsa və ətəvuz zəkətə və zəkatı versə və ətəvuz zəkətə fəxallu səbiləhum, onların yollarını sərbəst buraxın. Müşriklərdən qitalın qalxması üçün, onların üzərindən seyfin, yəni qılıncın qalxması üçün Allah Azze ve Celle nələr şərt qoyub? İntabu və aqamus salata və atavuz zəkata. Tövbə etsələr, namazı qılsalar və zəkatı versələr. Sənin üsuluna görə sadəcə tövbə etsələr, müşrikləri təkfir etsələr və salam, onların yolu sərbəst buraxılır. Namaz qılmalarına, zəkat vermələrine ehtiyac yoxdur. 11-ci ayət-i kərimə. Fəin tabu və aqamus salata və atavuz zəkata fə ixvanukum fid-din. Əgər tövbə etsələr, namazı qılıb, zəkatı versələr, dində sizin qardaşlarınızdır. Dində sizin qardaşlarınızdır. Bizim din qardaşımız olmaları üçün, müsəlmanların din qardaşları olmaları üçün nə etmələri lazımdır? Müşrikləri təkfir etmələri yetərlidir, eləmi? Nə qəribədir, təkfir etməyi öyrənir. Amma namaz qılmaq öyrənmir. Nə qəribədir. Amma Allah Azze ve Celle din qardaşlığın sənin üsuluna görə bağlamayıb. Din qardaşlığı nəyə bağlıdır? Şirkindən, küfründən tövbə etməsi, namazı düzgün qılması və zəkatı verməsi.
Və nufassilul ayati liqavmin ya'lamun. Biz bilən qövm üçün ayətlərimizi beləcə tək-tək açıqlayırıq. Təfsilatı ilə açıqlayırıq. Bilən qövm üçün. Sən bilən qövmdən deyilsən. Dediyim kimi, sən cəhl tələbəsisən, sən elm tələbəsi deyilsən. Sonra da bu hədisi oxuyum, bəlkə başa düşüb anlayasın. İmam Ebu Bakr ibn Abi Şeybə buyurur ki, Həddəsənə Yazid ibn Harun, qalə əxbərənə Həmmad ibn Sələmə ən Təbitin ən Ənəs. Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm kənə la yuğiru həttə yusbiha fəyəstəmi'a. فإن سمع أذانا أمسك وإن لم يسمع أذانا أغار. Deyir ki, İmam İbn Əbi Şeybə rahmetullahi aleyh bizə Yazid ibn Harun danışdı. Dedi, bizə Həmmad ibn Sələmə xəbər verdi, Sabitdən, o da Ənəsdən ki, Nəbi sallallahu aleyhi və səlləm yəni sabah açılmadan, sabahlamadan hücum etməzdi. Sabahladıqda isə qulaq asardı. Əgər əzan eşitsəydi dayanardı, hücum etməzdi. Əgər əzan eşitməsəydi hücum edərdi. Bu uzun mətnli bir hədisdir və Xeybərin fəthi ilə bağlı hədisdir. Bunun başqa rivayətlər də var. Mən bunu kitabımızda, hədis kitabımızda zikr etmişəm. İstəyən kimsə həmin yerə baxa bilər. Yəni, mövzuya şahid olan qismi nə idi? Əzanı eşitməsi ilə Rasulullah sallallahu aleyhi ve sellem hücumdan dayanardı, hücum etməzdi. Əzanı eşitməməsi hücum səbəbi idi. Sənin alimlərinin, sənin bəzi alimlərinə görə, alimlərin mənhəcinə görə, üsuluna görə, yəni Rasulullah sallallahu aleyhi ve sellem haşa və kəlləm müsəlman gördüyü bir qövmə hücum eləyərdi. Çünki onlar deyirlər, sənin alimlərin deyirlər ki, namaz qılmırdıq, onlara savaşsaq belə, onları müsəlman görürük. Sənin alimlərin üstünə görə elə adam. Halbuki Rasulullah sallallahu aleyhi ve sellem müsəlman gördüyü bir qövmə hücum etməsi mümkün deyil. Yəni, tarixdə belə bir şey yoxdur ki, Rasulullah sallallahu aleyhi ve sellem müsəlman olan bir qövmün üzərindən müsəlmanlardan ibarət, sahabələrdən ibarət bir ordu ilə hücum etsin. Halbuki Nəbi sallallahu aleyhi ve sellem bu sözlərin sahibidir. İndi oxuyacağım hədisdə inşallah İmam Buxarinin səhihində 4907 nömrəli rivayətdə buyurur ki, İmam Buxari rahmetullahi aleyh, Həddəsənəl Hümeydiyyu, Həddəsənə Sufyan, qalə hafıznahu min Amr ibn Dinar, qalə semi'tu Cabir ibn Abdillah radiyallahu anhuma yaqul, كنا في غزاة فكسع رجل من المهاجرين رجلا من الأنصار فقال الأنصاري يا للأنصار وقال المهاجري يا للمهاجرين فسمعها الله رسوله صلى الله عليه وسلم قال ما هذا فقالوا كسع رجل من المهاجرين رجلا من الأنصار فقال الأنصاري يا للأنصار وقال المهاجري يا للمهاجرين فقال النبي صلى الله عليه وسلم دعوها فإنها منتنة. قال جابر وكانت الأنصار حين قدم النبي صلى الله عليه وسلم أكثر ثم كثر المهاجرون بعده. وقال عبد الله بن أبي أو قد فعلوا والله لئن رجعنا إلى المدينة ليخرجن الأعز منها الأذل. وقال عمر بن الخطاب رضي الله عنه دعني يا رسول الله أضرب عنق هذا المنافق. قال النبي صلى الله عليه وسلم دعه لا يتحدث الناس أن محمدا يقتل أصحابه. Deyir ki, İmam Buxari bizə Hümeydi danışdı, bizə Sufyan danışdı. Dedi, Amr ibn Dinardan əzbərlədik. Dedi, Cabir ibn Abdullah radiyallahu anh'ı eşitdim, belə deyirdi. Biz bir döyüşdə idik. Mühacirlərdən bir kişi Ənsardan bir kişini vurdu. Ənsarlı ey Ənsar deyə qışqırdı. Mühacir isə ey mühacirlər deyə səsləndi. Allah bunu öz Resulü sallallahu aleyhi ve sellem'e eşittirdi. O, bu nedir dedi. Mühacirlərdən bir kişi Ənsardan bir kişini vurdu. Ənsarlı da ey Ənsar deyə qışqırdı. Mühacir isə ey mühacirlər deyə səsləndi dedilər. Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Onu bırakın. O iylənmişdir. Yəni, muntanen iylənmişdir, çürümüşdür. Cabir dedi. Nəbi sallallahu aleyhi ve sellem Mədinəyə gələndə Ənsar sadəcə çox idilər. Sonra mühacirlər çoxaldılar. Abdullah ibn Ubey, yəni münafiqlərin başçısı dedi. Bunu etdilərmi? Vallahi Mədinəyə qaydanda şübhəsiz ki, ən izzətli olan, ən zəlli olanı oradan çıxaracaqdır. Ömər ibn Xattab radiyallahu anh dedi, ya Resulallah, məni bırax, yəni mənə izin ver, münafiqin boynunu vurun. Resulullah sallallahu aleyhi ve sellem dedi, onu bırax, ona dəymə, insanlar danışmasınlar ki, Muhammed öz əshabını öldürür. Aleyhissalatü vesselam bu qədər həssas idi məsələdə, lakin əzan eşitməyəndə hücum edirdi.
namaz qardaşlıq rəmzidir. İslam qardaşlığının rəmzlərindən biridir. Şirkə tövbə etmək, namazı qılmaq, zəkatı vermək. Sən namazı etdin, yəni önəmsiz bir şey etdi. Sənin danışıqlarının vardığı nəticə budur. 9 il, 10 il Əbu Bakır, Ömər, Osman, Əli kimi radiyallahu anhum əcməin, Allah hamısından razı olsun. Bu sahabələr deyirsən namaz qılmayıblar. Onlara da iftira atırsan. Yəni bu heç bu qədər yəni qorxmursan, bu qədər yəni axirət gününə, yəni imanın sənin varmı? Axirət gününə iman etmirsənmi? Bu kişilərə qarşı sən necə bu iftiranı atırsan? Nə cavab verərsən qiyamət günü onlara? 10-cu məsələ. Deyirsən ki, Resulullah sallallahu aleyhi ve sellem vəfatından sonra sahabə, tabiin, ətba'u tabiin yüzlərlə, minlərlə ixtilaf etmişdir. İxtilaf normal bir şeydir. İxtilaf haqq deyən normal bir şey təbii ki deyəcəkdir. Söhbətimizin başında ilk hissəsində bununla bağlı danışmışdıq. Allah və Resulünün ixtilafı qadağan edib çəkindirdiyini bilmirsən, onu bildik. İxtilaf və təfriqə haqqında 20-dən çox ayət var. Onları mən bir-bir oxumuşum. Yəni sənin bunların heç birindən xəbərin yoxdur. Yəni heç bir Quran oxumursan da sən. Ardınca da 11-ci məsələ, ardınca da ixtilafın rəhmət olduğunu, əhl-i sünnətin bu ümmətin ixtilafı da xeyirlidir deyirsən. Bax belə də deyirsən, əhl-i sünnət bu ümmətin ixtilafı da xeyirlidir. Və deyirsən ki, zəif bir hədisdə Resulullah sallallahu aleyhi və səlləm ixtilafı ümməti rəhmə demişdir. Və deyirsən ki, bunun sənədi zəifdir, lakin alimlər ittifak ediblər ki, mənası səhihdir. Hansı alimlər? Qurandakı ayətlərdən xəbərin yox. Sünnətdə onlarla hədisdən xəbərin yox. Sən hardan bilirsən ki, alimlər ittifak ediblər? Yanılmıramsa orada hamısı dedim, mən orasını unutmuşam indi. Yəni, alimlər ittifak ediblər ki, mənası səhihdir. Yəni, ümmətimin ixtilafı rəhmətdir. Bunu deyirsən və alimlərin də bunun mənasının səhih olduğunda ittifak etdiyin deyirsən. Vallahi ki, yalan deyirsən. Vallahi, billahi, təllahi yalan deyirsən. Əsla o ittifakı gətirə bilməzsən. Alimlər də sənin bu iftirandan uzaqdır. Alimlər sənin bu iftirandan uzaqdır. Sənə bunun ən böyük dəlili, alimlərin bundan azaq olmasının, sənin oxumadığın, cahili olduğun İmam Buxarinin səhiyindən bir dənə rivayət oxuyacağım. İmam Buxari buyurur ki, Həddəsənə Ali ibn-ül Cəd, Əxbarənə Şübə, Ən Əyyub, Ən İbn Sirin, Ən Əbidə, Ən Ali radiyallahu anhu qal, Uqdu kəmə kuntum taqdun, fəinni əkrahul ixtilafə həttə yəkuna linnəsi cəmaə, əv əmutə kəmə mətə əshabi. İmam Buxari buyurur ki, bizə Ali ibn-ül Cəd danışdı, bizə Şübə xəbər verdi, Əyyubdan, İbn Sirindən, Abidədən. Ali radiyallahu anhudan dedi, necə hökm verirdinizsə, o cürdə hökm verin. Çünki həqiqətən də mən ixtilafı çərik görürəm. Yəni bizim dildə başqa bir ifadə ilə desə, yəni xalq arasında doğru desək, yəni ixtilafdan, yəni ikrah hissi duyuram, ixtilafdan iyrənirəm. Əkrahul ixtilaf. Yəni sənə görə Əli radiyallahu anhu iyrəndiyi, çərik gördüyü, ikrah hissi duyduğu bir şeyə rəhmətdir deyir. Yoxsa Ali ibn Əbi Talib alim saymırsan sən? Hə, sizdə alim deyəndə yəni gəlir İmam Əhməddən başlayırsınız, İmam Əhməd, ondan sonra bir neçə yüz il adlayırsınız, getirsiniz İbn Teymiyyə, ondan sonra bir neçə yüz il adlayırsınız, gəlirsiniz İbn Abdülvahhab və s. Alimlər buna deyirsin. Yəni sahabələrə alim saysan, sahabələrə qarşı belə haqsızlıq etməzsən. O boyda sahabənin namaz qılmadığını, 9 il namaz qılmadığını deyirsən. Yəni diri olsaydılar, deyərdim get halallaş. Halallaşmağın da mümkün deyil. İmam Buxarinin səhihində 3707 nömrəli rivayətdir. Kitab Fədail Əshabin Nəbi sallallahu aleyhi ve sellem bəb mənaqib Ali ibn Əbi Talib. Yəni Resulullah sallallahu aleyhi ve sellemin, Nəbi sallallahu aleyhi ve sellemin əshabının fəzilətləri kitabı Ali ibn Əbi Talibin mənqibələri babında zikr etmişdir bu hədis-i şərifi. Buyur.
فإني أكره الاختلاف. Şübhəsiz ki, mən ixtilafdan, yəni ixtilafa yəni ikrah hissi duyuram, ixtilafdan yəni iğrənirəm, ixtilafı sevmirəm, kərik görürəm və s. Hətta yakuna linnâsi cema'a. Ta o vaxta qədər ki, insanlarda cemaat olsun, insanlarda birlik olsun, yəni ixtilafın ziddi olan ittifak olsun, vahdə olsun, vəhdət olsun. Və yaxud da ashabın öldüyü kimi vəfat edim. Alimlər ittifak eləyiblər ki, ixtilaf rəhmətdir. Gəl sənə alimlərdən oxuyum. Qâlel Muzani. Muzani dedi. قال الله تعالى ولو كان من عند غير الله لوجدوا فيه اختلافا كثيرا. Muzani deyir ki, Allah Azze ve Celle dedi ki, eğer o Allah'tan qeyrisinin qatından olsaydı, şübhəsiz ki, onda çoxlu ixtilaflar tapardılar. Nisa surəsi 82-ci ayət-i kərimə. Fəzəmməl ixtilaf. Və Muzani deyir ki, Allah ixtilafı qınadı. Və qalə və la təkunu kəllezine təfərrəqu və ixtələfu. Rabbimiz ixtilafı qınayaraq dedi ki, firqə olub ixtilaf edənlər kimi olmayın. Yəni rəhmət dediyin, alimlərin hamısının ittifak etdiyi məna var. İxtilaf rəhmətdir. Allah Azze ve Celle o cür olmağı qadağan edir. Əl-İmran surəsi 105-ci ayət-i kərimədə. Və qal فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا. Və davamında deyir Muzani, Nisa surəsi 59-cu ayət-i kərimədə deyir ki, əgər hər hansı bir şeydə ixtilaf etsəniz, Allaha və axirət gününə iman edirsiniz, onu Allah və Rasuluna qaytarın. Bu daha xeyirli və nəticə baxımından da daha gözəl olandır. Davam edir. Və an Mücahid və Ata və qayrihimə fi təvili zəlikə qalu iləl kitabi və sunnə. Yəni bu ayət-i kərimənin təfsirində Mücahid, Ata və onlardan başqaları demişlər ki, kitab və sünnətə yəni qaytarın. Qaləl Muzani. Muzani dedi. Fəzzəmməllahu əl-ixtilafə və əmərə indəhu bir-rücu'i iləl-kitabi və sünnə. Allah Azze ve Celle ixtilafı qınadı və ixtilaf olduğu zaman kitab və sünnətə qayıtmağı əmr etdi. Fələv kənəl ixtilafu min dinihi mə zəmməhu. Əgər o ixtilaf onun dinindən olan bir şey olsaydı, onu qınamazdı. وَلَوْ كَانَ التَّنَازُعُ مِنْ حُكْمِهِ مَا أَمَرَهُمْ بِالرُّجُوعِ عِنْدَهُ إِلَى الْكِتَابِ وَالسُّنَّةِ. Əgər çəkişmə, ixtilaf etmə onun hökmündən olsaydı, Allah Subhanahu hökmündən olsaydı, o baş verdiği zaman, çəkişmə baş verdiği zaman kitab və sünnətə qayıtmağı əmr etməzdi. Alimlər, Muzani, mənim sözüm deyil. وعن عمر ومعاذ وسلمان مثل ذلك في التخويف من زلة العالم. Deyir ki, Ömer, Muaz və Salman və onlar o üçündən bu yəni alimin ayaq sürüşməsindən qorxmaq barəsində bu şeylər, bunun mislində şeylər nəql olunmuşdur. قال وقد اختلف أصحاب رسول الله صلى الله عليه وسلم فخطأ بعضهم بعضا ونظر بعضهم في أقاويل بعض وتعقبها. وَلَوْ كَانَ قَوْلُهُمْ كُلُّهُ صَوَابًا عِنْدَهُمْ لَمَا فَعَلُوا ذَلِكَ. Deyir ki, Resulullah sallallahu aleyhi ve sellemin ashabı ixtilaf etmiştir və onların kimisinin xatalı olduğunu demiştir və kimisi də başqalarının sözlərinə baxmışdır və onu yəni taaqqaba yəni lüğətən arxasında gəlmək isə yəni aqibə bu da cəzalandırmaq, qınamaq, pisləmək anlamında. Eğer onların sözlərinin hamısı deyir, doğru olsaydı o zaman onlar bunu etməzdilər. Davamında deyir ki, وَغَضِبَ عُمَرُ بْنُ الْخَطَّابِ رَضِيَ اللّٰهُ عَنْهُ مِنْ اِخْتِلَافِ أُبَيِّ بْنِ كَعْبٍ وَابْنِ مَسْعُودٍ. Ömer ibn Xattab radiyallahu anh Ubey ibn Ka'b ilə Abdullah ibn Məsudun ixtilafına qəzəblənmişdir deyir. Fis-salati fit-thawbil vahid. Yəni bir paltarda, yəni qamis deyirlər, uzun bir paltar, bir dənə paltardır. Yəni o vaxt kasıbçılıq vaxtı idi. Kasıbçılıq idi insanlarda, çox fakir idilər. Bir dənə paltar geyinərdilər, bir dənə qamis geyinərdilər. O paltardan namaz qılmaq barəsində Ubey ibn Ka'b ilə Abdullah ibn Məsud radiyallahu anhuma ixtilaf edirlər. Qala Ubey إن الصلاة في الثوب الواحد حسن جميل وقال ابن مسعود إنما كان ذلك والثياب قليلة.
Ubey ibn Ka'b radiyallahu anh deyir ki, həqiqətən də, yəni o bir paltarda, yəni qamis kimi paltarda namaz qılmaq gözəldir, yaxşıdır. İbn Məsud isə deyir ki, bu ancaq ona görə idi ki, yəni o vaxtlarda paltar az idi, yəni kasıb idi müsəlmanlar. Fəxaraca Öməru muğdaba. Fəqal: İxtələfə rəculan min ashabi Rasulillahi sallallahu aleyhi və səlləm. Fəmən yunzaru ileyhi və yu'xadu anhu. Subhanallah. Ömər radiyallahu anh qəzəblənərək çıxır, deyir ki, Resulullah sallallahu aleyhi ve sellemin əshabından iki kişi ixtilaf etdilər. Fəmən yundaru ileyhi və yu'xadu anhu. Yəni, bunlar ixtilaf edirsə, kimə nəzər ediləcək və kimdən, yəni kimdən ibrət götürüləcəkdir. Və qad sadaqa Ubeyyun və ləm ya'lu İbn Məs'ud. Ubey doğru söyləmişdir. İbn Məsud da işte qüsura yol verməmişdir. Velakinni lem esma ahadan yaxtalifu fihi ba'da maqami hada illa fa'altu bihi kaza və kaza. Davamında deyir ki, Ömər radiyallahu anh, lakin deyir, bundan sonra, yəni bu məqamdan, bu duruşdan sonra, bu andan sonra hər hansı bir şəxsin, hər hansı bir kimsənin ixtilaf etdiyini görsəm ona belə-belə edəcəyim deyir. Yəni vuracağam, cəzalandıracağam və s. İxtilaf rəhmətidir, bəs alimlərin hamısı ittifak eləmişdir ki, bunun mənası səhihdir. Ömər alim deyil. Həsən alim saymırdı axı sahabələr, yadından çıxmışdı. Cəmi-i Bəyan-ül İlm və Fadlihi kitabında səhifə 909-a baxa bilərsən. Həmçinin Həmbəli şeyxi Əhməd ibn Teymiyyə, yəni sənin ağız dolusu danışdığın, güya ki onun elmindən faydalandırdığın insanlara belə injekte etdiyin İbn Teymiyyə baxın nə deyir. وكيف يجوز التفريق بين الأمة بأسماء مبتدعة لا أصل لها في كتاب الله ولا سنة رسوله صلى الله عليه وسلم. Nə Allahın kitabında, nə də onun Resulü Muhammed sallallahu aleyhi ve sellem sünnətində əsli olmayan, sonradan çıxarılmış, bidət olaraq, yenilik olaraq çıxarılmış isimlərlə ümmətin arasında təfriqə salmaq necə caiz ola bilər? Səncə kimə ünvanlanıb bu sözdə? Sizə aid deyil axı. Siz hamıya ona cərcisi, buna nəzzami, buna nə bilim murciyə, buna nə bilim müşrik, buna kafir isimlər qoya bilərsiniz. Belə bölüb parçalaya bilərsiniz. Sizə aid deyil bu. İbn Teymiyyə bu sizi qəsd eləməyib. Yəni, sizin düşüncəniz belədir. وهذا التفريق الذي حصل من الأمة علمائها ومشايخها وأمرائها وكبرائها هو الذي أوجب تسلط الأعداء عليها. Bu ümmətin alimlərində, şeyxlərində, əmirlərində və böyüklərində hasıl olan bu təfriq ki var, bu bölünmə, parçalanma ki var, məhz o düşmənlərin o ümmətə təsallut etməsinə səbəb olmuşdur. Yəni onu gərəkli etmişdir. وَذَٰلِكَ بِتَرْكِهِمِ الْعَمَلَ بِطَاعَةِ اللّٰهِ وَرَسُولِهِ كَمَا قَالَ تَعَالَى وَمِنَ الَّذ۪ينَ قَالُوا إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُوا حَظًّا مِمَّا ذُكِّرُوا بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ. Və deyir ki, İbn Teymiyyə davamında, bunun səbəbi də nədir? Onlar Allaha və onun Rəsuluna itaəti tərk itaətlə əməl etməyi tərk etmələrinə görə idi. Necə ki Allah Subhanahu wa Taala deyir ki, həqiqətən də biz nəsranilər istəyənlərdən də biz onların misaqını almışdıq. Onlar da onlara xatırladılan, nəsihət edilən şeylərin bir qismini unutdular və biz də onların arasına ədavət və kin-ködərət saldıq. Davam edir. فَمَتَى تَرَكَ النَّاسُ بَعْدَ مَا أَمَرَهُمُ اللّٰهُ بِهِ وَقَعَتْ بَيْنَهُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ. Və nə zaman ki insanlar, Allah Azze ve Celle onlara əmr etdiyi şeylərin bəzisini tərk etdilər, onların arasında ədavət və düşmənçilik, kin-küdrət baş qaldırdı. Və İzə təfərraqal qavmu fəsədu və hələku. Bir qövm nə zaman ki firqələrə bölünür, parçalanır, mən demirəm, bunu sənin şeyxin İbn Teymiyyə deyir. Mən həmişə deyirəm ki, İbn Teymiyyə onun adını dilinə dolayanların 99%-dən uzaqdır. Şəttənə beynəhumə. İbn Teymiyyə harda, siz harda? Bu harda, siz harda? Deyir ki, qövm
Təfriqəyə düşdükdə fəsada uğrayır və həlak olur. Və idə ictəməu salahu və mələku. Nə zaman ki birləşirlər, o zaman islah olurlar və mülk sahibi olurlar, güc qüvvət sahibi olurlar, hakimiyyət sahibi olurlar. Hani ixtilaf rəhməti idi? Hani alimlər ittifak eləmişdi ki, ixtilaf rəhmətdir mənası üzərində. İbn Teymiyyə alim deyil, Şeyxülislam deyirsə. İbn Teymiyyə alim deyil və hamısı ittifak eləmişdi. Nə oldu? Davam edir. Fəinnəl cəmaətə rəhmətun. Subhanallah. Vəl furqətə əzəbun. Subhanallah. Sonra deyirlər ki, sən acı danışırsan. Niye iftira atırsan? İftira atmadın. Allah'a iftira attın. Resulullah sallallahu aleyhi ve sellem iftira attın. Sahabələrə iftira attın. Alimlərə iftira atırsan. Yəni məqsədin nədir? Həlak olmağın yəni zirvəsinə çatmaq istəyirsən. Özündən keçmisən. Özünü həlak etmisən. Səni dinləyənlərə niyə həlak edirsən? Nədir onların günahı? Bax nə deyir İbn Teymiyyə? Həqiqətən də cəmaat bir olmaq yəni rəhmətdir. Furqa, bölünmək, yəni ixtilaf əzabdır. Əzabdır. Ana alimlərin hamısı ittifak eləmişdir ki, ixtilaf rəhmətdir. Və cima'u zəlikə fil əmri bil ma'rufi və nəhyi anil munkər. Kəmə qalə Teala, ya eyyuhəl-ləzīnə əmənu ittaqullaha haqqa tuqatihi və la təmutunna illə və entum muslimun. Və deyir, bunların hamısını da bir arada nəyin üzərine toplanıb, mərufa əmr edib, münkəri nəhy etməkdir. Necə ki, Allah Subhanahu deyir ki, ey iman gətirənlər, Allah'ın haqqı ilə, haqq olan takva ilə qorxun və yalnız və yalnız müsəlmanlar olduğunuz halda ölün. Və atasimu bihablillahi cəmiən və la təfərraqu. Hamılıqla Allahın ipinə sarılın və firqə olmayın, bölünməyin. İlə qavlihi və təkum minkum ümmətun yəd'una iləl xayri və yə'muruna bil ma'rufi və yənhavuna anil munkəri və ulaikə humul muflihun. Və deyir ki, Allah Subhanahu bu sözünə qədər ki, sizdən bir ümmət olsun, bir topluluq olsun, xeyrə dəvət etsinlər, məruf əmr etsinlər, münkəri nəhy etsinlər, qurtulanlar da məhz onlardır. Buna davam edir, İbn Teymiyyə sözlərini oxuyuram. Fəminəl əmri bil məruf, əl-əmru bil-i'tilafi vəl-ictima. Deyir, məruf əmr etməkdən bir də nədir? Birləşməyi və bir araya gəlməyi əmr etməkdir. وَالنَّهْيُ عَنِ الْاِخْتِلَافِ وَالْفُرْقَةِ. Və ixtilaf və fırqanı, yəni bölünməyi, firqələrə bölünməyi də nəhy etməkdir. Rəhmət olan bir şeyi niyə nəhy etsin ki? وَمِنَ النَّهْيِ عَنِ الْمُنْكَرِ إِقَامَةُ الْحُدُودِ عَلَى مَنْ خَرَجَ مِنْ شَرِيعَةِ اللّٰهِ تَعَالَى. Və deyir ki, münkəri nəhy etməkdən bir də nədir? Allah Azze ve Celle'nin, Allah Teala'nın şəriətindən çıxan kimsələrə qarşı hədləri tətbiq etməkdir. Fəmən i'taqada fi bəşərin ənəhu iləh əv da'a meyyitən əv talabə minhur rizqa və nasra və hidayətə və təvəkkələ aleyhi əv səcədə ləhu fə innəhu yustətəb fə intəbə və illə duribət unuquh. Davamında deyir ki, kim etiqad etsə ki, bir bəşər haqqındakı o ilahdır və ya ölüyə dua etsə və ya ondan ruzu tələb etsə, yardım tələb etsə, hidayət tələb etsə, ona təvəkkül etsə və ya ona səcdə etsə, o tövbəyə dəvət olunur. Əgər tövbə etsə, problem yoxdur, etməsə boynu vurulur. Və mən faddalə əhədən minəl məşayixi alən-nəbiyyi sallallahu aleyhi və səlləm əv i'taqadə ənə əhədən yəstəğni ən ta'ati Rasulillahi sallallahu aleyhi və səlləmə ustutib fə intəb və illə duribət unuquh. Davamında deyir ki, kim şeyxlərdən hər hansı birini Nəbi sallallahu aleyhi və səlləmdən üstün tutsa və yaxud da etiqad etsə ki, hər hansı bir kimsəyə Resulullah sallallahu aleyhi və səlləmə itaətdən çıxmaq caizdir, yəni ona Resulullah sallallahu aleyhi və səlləmə itaət eləməyə ehtiyacı yoxdur, tövbəyə çağırılır. Tövbə etsə heç, etməsə boynu vurulur. Məcmul Fətava 3-cü cilddə Mucməl Etiqad-ı Sələf hükmü mən i'taqadə fi bəşərin ənəhu iləh ilə axiri qavli. Səhifə 421-422. 3-cü cilddə baxa bilərsin. Məcmul Fətavada. Yenə Məcmul Fətavada 22-ci cilddə fiqhdir. Fiqh bölümü Əs-salə ət-təassubul lil-məzəhibi səbəbul furqati vəl-fitən. 22-ci cilddə fiqhlə bağlı bölümdür. Namaz başlığı, namaz bölümü, namaz babı.
Məzhəblərdə təəssüb etmək firqələrə bölünməyə, təfriqəyə düşməyə və fitnələrə səbəbdir. Səhifə 254-də oxuyun. Və biladuş şərqi min əsbəbi təslitillahi tətərə aleyhə kəthratut təfərruqi vəl fitəni beynəhum fil məzahibə və qayrihə. Deyir ki, şərq ölkələrində Allah Azze və Cəllənin tatarları onların üzərinə təsallut etməsinin səbəbi firqələrdə, məzhəblərdə və qeyrilərində bölünmənin və fitnələrin çoxluğuydu. Düşmənlərin təsallut olunmasını demişdi. Bax, örnəyini verir. Konkret örnəyini verir İbn Teymiyyə. Nə? Məzhəblər arasında olan təfriqə, fitnələr. Onun çoxudur, çox şəkildə, çoxlu olaraq. Hətta təcidəl muntəsibə ilə şəfi'iyyə yətəassabu li məzhəbihi alə məzhəbi Əbi Hənifətə hətta yəxruca anid-din. Deyir, hətta sən görərsən ki, yəni Şafii məzhəbinə özünü nisbət eləyən, intisab edən birisini görərsən ki, Əbu Hənifənin məzhəbində olan birisinə qarşı o qədər öz məzhəbinə təəssüb edir, ta o vaxta qədər ki, o dindən çıxsın. وَالْمُنْتَسِبَ إلى أبي حنيفة يتعصب لمذهبه على مذهب الشافعية وغيره حتى يخرج عن الدين. Eyni şəkildə də Əbu Hənifənin məzhəbində olan birisi öz məzhəbinə görə Şafii məzhəbinə qarşı elə təəssüb edir ki, və başqalarına qarşı ta o vaxta qədər ki, dindən çıxsın. وَالْمُنْتَسِبَ إلى أحمد يتعصب لمذهبه على مذهب هذا أو هذا. Həmçində Həmbəli məzhəbində olanlar da bu cür. Başqalarına da işləyir. وكل هذا من التفرق والاختلاف الذي نهى الله عنه ورسوله صلى الله عليه وسلم عنه. Bunların hamısı, yəni bu təfrika, ixtilaf, hansı ki onu Allah Azze ve Celle ve onun Resulü sallallahu aleyhi ve sellem nəhy etmiştir. Ve kullu haulâil mutaassibîne bil bâtili el muttebi'îne zanne ve mâ tehvel enfus el muttebi'îne li ahvâihim bi gayri huden minallahi mustahikkûne lizzemmi vel iqab. Bütün bu deyir batil üçün təəssüb edənlər, zənnə ittiba edənlər, nəfslərinə xoşgəldiyi şeylərə ittiba edənlər ki var. Yəni bunların hamısı Allahdan heç bir hidayət olmadan, yəni öz nəfslərinə tabe olaraq ittiba edirlər. Bunların hamısı qınanmağa və cəzalandırılmağa layiq olanlardılar. Yəni bəs alimlərin hamısı ittifaq eləmişdir ki, ixtilaf rəhmətdir. Nə oldu bəs? Sonra isə sən Allah Subhanahu bu ayətini görməzdən gəlirsən. Və ləv şə'a rabbuka ləcə'alən-nəsə ummətən vahidə və la yezaluna muxtəlifin. Əgər sənin Rəbbin istəsəydi ki, insanların hamısını bir ümmət edərdi. Lakin onlar ixtilaf edənlər olmaqda davam edirlər. Və la yezaluna muxtəlifin illə mən rahimə rabbuk. Sənin Rəbbinin rəhmətlikləri müstəsna. Sənin Rəbbinin rəhmətlikləri müstəsna. Bu ayəti görməzdən gəlsin. Sanki kitabda belə bir ayət yoxdur və deyirsən. Əhl-i sünnətin ixtilafı və ittifaqı hər ikisi haqdır. Cümləyə baxın. Erməni budaq cümləsidir. Əhl-i sünnətin ixtilafı və ittifaqı hər ikisi haqdır. İttifaq haqdırsa, ixtilaf niyə haqq olur? Bunlar bir-birinin ziddidir. İki zidd olan bir şey haqq olur. Əhl-i sünnət nədə ittifaq edibsə, onu təslimə göstərmək lazımdır. Nədə ixtilaf edibsə, o ixtilafda da durmaq lazımdır. İxtilaf da xeyirlidir. Madem xeyirdir, niyə durursan ki? Sənin sözlərin burada bitdi. Yəni, erməni budaq cümlələri. Əhl-i sünnət nədə ittifaq edibsə, ona təslimə göstərmək lazımdır. Nədə ixtilaf edibsə, o ixtilafda durmaq lazımdır. İxtilaf da xeyirlidir. Yəni, ümumiyyətlə nə danışdığını qətiyyən bilmirsən. Ağzından çıxan qulaqların qətiyyən eşitmir. Beynində çatmır ki, mən nə danışdım, mən indi nə deyirəm, nə deməkdəyəm mən indi. Madem ittifaq da, ixtilaf da haqdırsa, niyə birində təslimə göstərib, o birində durmaq lazımdır ki? İkisində də təslimə göstərdi və ikisində də dur da. İkisi də eynidirsə, hər ikisi haqdırsa, niyə birində təslimə göstərmək lazımdır, o birisində durmaq lazımdır. Hər ikisi ixtilaf da xeyirliymiş. Bəs namazı tərk edən kimsədən danışanda dedin ki, mənim tərcih edirəm ki, böyük küfürdür. Durardın da. Niyə durmadın? Özün deyəsən, ixtilaf var. Niyə durmadın bəs?
Allahu Akbar. Deyirsən ki, bizim ixtilafımız onların ittifakından xeyirlidir. Niyə? Çünki əhl-i sünnətin ixtilafı elmlədir, bəsirətlədir, rəhmətlədir, ədalətlədir, insafladır və doğru mənhəclədir. Yəni, doğru mənhəclə ixtilaf etmək. İxtilaf zaten şərdir. İxtilaf zaten Allah və Rəsulun qınadığı bir şeydir. Sənin alimlərin də bunu deyirlər. Alimlər zaten bunu deyirlər. Allah və Rəsul da bunu deyir zaten. Necə olur ki, bu Allah və Rəsulunun qınadığı bir şeyi elmlə, bəsirətlə, yəni Allah və Rəsulun qınadığı şey bəsirətlə ola bilər. Vallahi yəni sən ağzından çıxarsan qulağın eşitmir. Səni dinləyənlər də yəni sadəcə sənə durub baxırlar. Sən nə dediyindən heç bir hərfini anlamırlar. Anlaşalar qarşı çıxarlar da. Heç olmasa içindən biri qarşı çıxar, sən nə danışırsan? Sən nə deyirsən ümumiyyətlə? 12-ci məsələ. Deyirsən ki, əhl-i sünnətin tarixinə, əsərlərinə, kitablarına baxdıqda görürsən ki, bu mənada, bu məzmunda nəqillər yüzlərlə, minlərlədir. Bütün əsrlərdə ki, əhl-i sünnət alimləri ixtilaf ediblər. Sözüm burada bitdi. Sizin dininiz ixtilafdan ibarət olub, hə, tarix boyu. Sanki belə övünürcəsinə, yəni fərəhlənircəsinə, qürur duyurcəsinə deyirsən ki, əhl-i sünnətin tarixinə, əsərlərinə, kitablarına baxda görürsən ki, bu mənada, bu məzmunda nəqillər yüzlərlə, minlərlədir. Bütün əsrlərdə ki, əhl-i sünnət alimləri ixtilaf ediblər. Məhz belə də deyirsən. Yəni, sizin dininiz ixtilafdan ibarətdir. 13-cü məsələ. Deyirsən ki, o qədər əməllər var ki, ümmət ittifak edib ki, küfür deyil. Lakin Nəbi sallallahu aleyhi ve sellem ona şirk və küfür deyib. Vallahi. Deyəcək söz yoxdur. Yəni Nəbi sallallahu aleyhi ve sellem bir şeye şirk və küfür deyəcək. Ümmət ittifak edək ki, o şirk və küfür deyil. Onun dediğinin əksin deyərsən, sən necə ona ümmət ola bilərsən? Niyə ona ümmət olmursan? Gid özün özünə ümmət ol da. Sən gəldin indi ümmətə iftira atırsan. Bu qədər insanın vəbalını sən necə yükdən edəsən? Mən başa düşə bilmirəm səni. Sən neynəmək istəyirsən? Allaha və Rəsuluna iftira at. Allah Rəsulü sallallahu aleyhi ve sellem'in sahabələrinə iftira at. Ümmətin alimlərinə iftira at. Ümmətə iftira at. Bir ümmət necə ittifak edə bilər? Bir ümmət Resulullah sallallahu aleyhi ve sellem'in biz bir ümmət ittiba etməli olduğu, qeyd-şərtsiz itaat etməli olduğu Resulun şirk və küfür dediği şeye küfür değil necə deyə bilər? Bu hansı dindir? Heç bir sistem bunu qəbul etmir. Bəşəri sistemlər belə bunu qəbul etmirlər. Rəhbərlik nə deyirsə odur. Subhanallah, bu Allah Resulü sallallahu aleyhi ve sellem'dir. Ümmət ittifak edib bir nəfər qalxıb deyir ki, sən kimsən ümmətin adından danışırsan? Sən kimsən axı? Sən bu ümmətin rəsmi, yəni sözsüzsən, mətbuat katibisən, sən kimsən ümumiyyətlə? Sənə kim bu haqqı verib? Alimlərin hamısı. Ümmət. Ümmət nə deməksə heç bilirsən onu. Ümmət deyəndə başda Əbu Bəkr radiyallahu tutmuş, ta qiyamət gününə qədər olan insanlar, bu hansı ki iman ediblər Muhammed sallallahu aleyhi ve sellem'ə. Sən bu qədər insan adına necə danışa bilərsən? Resulullah sallallahu aleyhi ve sellem şirk və küfür deyib, ümmət ittifak edib ki, o küfür deyil. Bu hansı dindir bu? Sən nəyin tələbəsən ümumiyyətlə? Sonra da deyirsən ki, 14-cü məsələyə baxaq, deyirsən ki, Muhammed sallallahu aleyhi ve sellem məsum olduğu kimi, bu ümmət də məsumdur qiyamata qədər. Ümmət dediyin kimi məsumdursa, sən ümmət kimə deyirsən bəlli deyil, bilən onu. Yəni Resulullah sallallahu aleyhi ve sellem'in dediğinin əksinə ittifak eyləyən onun ümməti ola bilməz. O başqa topluluqdur. Əgər dediyin kimi ümmət məsumdursa, Allah Azze ve Celle'nin məsum qıldığı, Allah Azze ve Celle'nin öz vəhyi ilə doğruladığı Muhammed sallallahu aleyhi ve sellem'in küfür dediğini də küfür deyil deyirlər ki. Üç dəqiqə əvvəl dediyin şeyi sonra unudursan. Ya da çıxış eləmək hamı çıxış eləyə bilər.
Amma çıxış eləyəndə sözünün əvvəli ilə ortası, sonu bir-birindən tutsun, bir-birinə uyğun gəlsin, bir-birini təksib eləməsə, zidd olmasa, onu hər adam bacarmır. Hər adamın işi deyil. Sənin heç işin deyil. Heç işin deyil sənin. Deyirsən ki, Resulullah sallallahu aleyhi ve sellem deyir ki, İnna Allah la yecma'u ummeti ev qala ummete Muhammedin sallallahu aleyhi ve sellem ala dalala ve yedullahi ma'al cema'a ve men şedde ilen nar. 5 dəqiqə bundan qabaq deyirdin ki, ixtilaf rəhmətdir. İndi deyirsən ki, Resulullah sallallahu aleyhi ve sellem deyib ki, həqiqətən də Allah mənim ümmətim və ya gəlib ki, Muhammed sallallahu aleyhi ve sellem ümmətini zəlalət üzərində birləşdirməsi. Resulullah sallallahu aleyhi ve sellem dediği şeyin əksi demək zəlalət deyil. Ben dedim ümmət ittifak edib ki, küfür deyil. Və nəql etmiş olduğun hədisdə deyilir ki, və yadullahi ma'al cema'a. Allahın əli cemaatla birlikdədir. Cemaat birləşmək olur. İxtilaf edən cemaat olur, birləşmir. İxtilaf edən təfriq olur, firqə olur. Resulullah sallallahu aleyhi ve sellem sən dediyin kimi deyibsə ki, Allahın əli cemaatla bərabərdir. Və deyirsən ixtilaf rəhmətdir. Amma şəddə ilənlər. Ayrılan ki, belə gedir, ateşə doğru ayrılıb çıxıb gedir. Ümumiyyətlə, sən hədis danışma. Hədis sözünün H hərfinin alt kənarının sol kündünə heç yaxınlaşma ümumiyyətlə. Vallahi mən başa düşə bilmirəm ki, nə eləmək istəyirsiniz? Nə düşünürsünüz? Bu dediyin rivayət İmam Tirmizinin sünənində 2167 nömrəli hədisdir. حدثنا أبو بكر ابن نافع البصري قال حدثني المعتمر بن سليمان قال حدثنا سليمان المدني عن عبد الله بن دينار عن ابن عمر أن رسول الله صلى الله عليه وسلم قال إن الله لا يجمع أمته وقال أمة محمد صلى الله عليه وسلم على ضلالة ويد الله مع الجماعة وما شذ إلى النار. Devamında Tirmizi deyir ki هذا حديث غريب من هذا الوجه وسليمان المدني هو عندي سليمان ibn Sufyan. Hədis danışacaqsan, oxu da bu hədisi. İsnadı var hədisin. İsnad diye bir şey var. Tirmizi deyir ki, bizə Əbu Bakr ibn Nafi el-Basri danışdı, dedi. Bizə Mu'tamir ibn Süleyman, mənə Mu'tamir ibn Süleyman danışdı, dedi. Bizə Süleyman el-Mədəni danışdı. Abdullah ibn Dinardan, İbn Ömərdən ki, Resulullah sallallahu aleyhi ve sellem dedi ki, hədisi bəyə oxuduq. Hədis bitdikdən sonra Tirmizi deyir ki, hədə hədithun qaribun min hədəl vəchi. Deyir ki, bu vəchdən qarib hədisdir. Süleyman el-Mədəni də mənim qatımda Süleyman ibn Sufyanı. Süleyman el-Mədəni çünki tam adı deyil, onun kim olduğunu açıqlayır. Heç ben oxumusam bunu, niyə qarib deyir, niyə sahih qarib demədi, niyə sahih demədi, niyə həsən demədi, niyə qarib dedi? Heç baxımsan ona. Süleyman ibn Sufyan el-Quraşi el-Teymi mevlahum, Ebu Sufyan el-Mədəni. Tam ismi belədir. Yahya ibn Ma'in. قال الدارمي عنه لا أعرفه وقال الدوري عنه ليس بثقة قال ابن الجنيد وأبو بكر بن أبي خيثمة عنه ليس بشيء. Yahya ibn Ma'in rahmetullahi aleyh. Darimi'nin rivayetinde deyir ki onu tanımıram. Duri'nin rivayetinde deyir ki sika değil. İbnül Cüneyd ve Ebu Bakr ibn Abi Hayseman'ın rivayetinde deyir ki leyse bir şey. Şiddetle cerh ediyor Süleyman el-Medeni'ni. İmam Ali ibn Medini deyir ki rava ahaditen munkara. Deyir ki münker hadisler rivayet etti. İmam Bukhari munkarul hadis. Deyir ki munkarul hadis hadisi münker olan birisidir. Ebu Hatim el-Razi daiful hadisi yervi anittikati ahadite munkara. Ebu Zor el-Razi deyir ki daiful hadis hadisi zayıf olan birisidir. Sika kimselerden, güvenilen kimselerden münker hadisler rivayet edilir. Ebu Hatim el-Razi bunu demişti daha doğrusu. Ebu Zor el-Razi deyir ki قال البرزعي عنه روى عن عبد الله بن دينار ثلاثة أحاديث كلها يعني مناكير. Hardan xəbərin olsun? Hardan xəbərin olsun? Kürsülərə çıxıb danışmaqla biz kimsə məşğul olmalıdır. Hədis elmini nəyə siz öyrənirsiniz? Ebu Zor el-Razi, imam, böyük alim, hədis alimi, rəhmətullahi aleyh. Bərzai ondan rivayet edir ki, bu ravi hakkında, Süleyman ibn Sufyan el-Mədəni hakkında deyir ki, o Abdullah ibn Dinardan, bu hədisi o Abdullah ibn Dinardan idi.
3 dənə hədis rivayet edib, hamısı deyir münkərdir. İmam Nəsai Duafa kitabında deyir ki, leysə bisika, sika deyil. Daraqutni daif deyir. İbn Hibban ki, mütəsahil kimsə Siqat kitabında verib və deyir ki, kənə yoxdur. Xəta edir, deyir. Zəhəbi Kəşifdə deyir ki, daafu, onu zəif olduğunu demişlərdir. İbn Həcər Təqrib-ü Təhzibdə deyir ki, daif, zəifdir. Əd-Dulabi leysə bisika deyir. Yaqub ibn Şeybə deyir ki, ləhu əhədis mənakid. Bir nəfər onu təvsiq etmədi, bir nəfər belə. Sən bunu hədis deyə səni dinləyənlərə danışsa, onlar da deyir, pəhpəhlə, qardaş, gözəl danışdı. Heç kim demir ki, sən nə danışırsan, sən nə deyirsən, sən bunları hardan danışırsan, bu nədir, bu kimdən gəlib, nə gəlib, bir nəfər araşdırmır. Başlarının altına qoymursan belə yumuşaq balışı, gedirlər cəhənnəmə doğru. Səndən dəlil tələb edən, sənin batillərinə qarşı çıxanlara da dostaşnava deyirsən ki, ondan salamı kəsin, ticarət eləməyin. Amma müşriklərlə, kafirlərlə, zındıq ateistlərlə ticarət eləməyi qadağan eləmirsən. Sonra ayət zikr edirsən, Ali-İmran 110, Kuntum xayra ümmətin uxricət linnəs tə'muruna bil ma'rufi və tənhavuna lil munkari və tu'minuna billah və ləv əmən əhdul kitəbə ləkənə xayrən ləhum minhumul mu'minuna və əktəruhumul fəsikun. Siz insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz, mərufa əmr edir, münkəri nəhy edir və Allaha da iman edirsiniz. Əgər kitab əhli sizin kimi, sizin iman etdiyinizə iman etsəydi, şübhəsiz ki, bu onlar üçün daha xeyirli olardı. Onlardan müəminlər, yəni Allahın nazil etdiyinə iman edən bəzi kimsələr vardır, lakin onların əksəriyyəti fasiqlardır. Və sən deyirsən ki, ümmət xeyirlidir, ümmətin icması, sən ümmətin adından danışa bilməzsən. Heç mənlə danışa, heç kim danışa bilməz. Çünki ümmət elə bir topluluqdur ki, hər hansı bir insanın o ümməti əhatə etməsi mümkün deyil. Mümkün deyil. Heç kim danışa bilməz, sən heç danışa bilməzsən. Sən ümumiyyətlə haqqın çatmır. Çünki sən iftira atırsan, Allaha iftira atırsan, Resulullah sallallahu əleyhi və səlləm iftira atırsan, onun əshabına iftira atırsan, alimlərə iftira atırsan. Sən ümmət adından danışmağına haqqın var ki. Fəzilətə gəldikdə, bu ümmətin şübhəsiz ki, ən əfsəl olanları sahabə radiyallahu anhumdur. Və sahabə radiyallahu anhumda içlərində Ömər, Əli və s. kimi fəzilətli sahabələrin olduğu bir topluluq Hudeybiyyə günündə 1400 nəfər idilər. Hamısı Resulullah sallallahu əleyhi və səlləmin əmrinə qarşı icma etdilər. Əməl eləmədilər. Resulullah sallallahu əleyhi və səlləm 3 dəfə təkrarlayır ki, qalxın, saçlarınızı qırxın, qurbanlarınızı kəsin. Heç biri yerinə and içirdi, vallahi deyir, onlardan bir kişi belə ayağa qalxmadı. Bir kişi belə ayağa qalxmadı. Və sahabədən Səhl ibn Huneyf radiyallahu anhu bax nə deyir. İmam Hümeydi Musnədində 408 nəməli rivayətdə buyurur ki, Həddəsənə Sufyan qalə səmi'tu əl-A'məş yəqul, səmi'tu Şəqiq ibn Sələmə Əbə Vail yəqul, ləmmə kənə yevmə Siffin və həkəməl həkəmən, səmi'tu Səhl ibn Huneyfin yəqul, yə əyyuhən nəs ittəhimu rə'yəkum, fələqad rə'eytuna mə'ə Rasulillahi sallallahu aleyhi və səlləmə yevmə Əbi Cəndəl, və ləv nəstati'u ən nəruddə alə Rasulillahi sallallahu aleyhi və səlləmə əmrəhu lərədədnəh, və imullah. ما وضعنا سيوفنا على عواتقنا منذ أسلمنا لأمر يفضعنا إلا أسهلت بنا إلى أمر نعرفه وإن هذا الأمر والله ما سد فيه خصم إلا أن فتح علينا منه خصم آخر. Bizə Sufyan danışdı, dedi ki, Əməşi eşitdim, deyirdi, Şəqiq ibn Sələmə Əbu Vail eşitdim, deyirdi, Sıffın günü olanda və 2 hakim də hökm verəndə Səhl ibn Huneyfi eşitdim, deyirdi, ey insanlar, rəyinizi ittiham edin. And olsun ki, Əbu Cəndəl gündə, yəni Hudeybiyyə günündə bizi Resulullah sallallahu aleyhi ve sellemə birlikdə elə gördüm ki, elə halda idik ki, əgər Resulullah sallallahu aleyhi ve sellemin əmrini rədd edə bilsəydik, mütləq rədd edərdik. Allaha and olsun. Müsəlman olduğumuz zamandan bu yana çirkin bir işə qarşı qılınclarımızı çiyinlərimizə qoyduğumuz elə bir vaxt olmadı ki, o bizim üçün bildiyimiz bir işə doğru asanlaşmış olmasın. Şübhəsiz ki, vallahi bu işdə, yəni bu Sıffin hadisəsində bir tərəf bağlandıqca bizim əleyhimizə başqa bir tərəf açılacaq. Vallahi doğru söyləmişdir. Hər kəlməsi doğrudur. Allah ondan razı olsun. Səhl ibn Huneyf radiyallahu anh. Çünki onlara çox ağır gəlirdi. Mədinədən
Məkkəyə qədər gəl, Hudeybiyədə, Məkkənin təxminən 20 kilometr yerində müşriklər sənin qabağını kəssinlər ki, yox, gələ bilməzsən. Ona görə Rasulullah sallallahu əleyhi və səlləm onlara deyəndə ihramdan çıxmağı əmr edəndə heç bir yerindən qalxmadı. Fəzilətli insanlar belə, 1400 nəfər fəzilətli insan belə bir səbəbdən dolayı hər hansı bir əmrə qarşı çıxır, olur. Olur. Bu demək deyil ki, haşa və kəllə kimsə onları ittiham edir, kimsə onlara nəsə deyir və s. və s. Əlaqəsi yoxdur. Onların yanlışını demək, onların özləri zaten özü deyir. Səhl ibn Hüyeyf radiyallahu anh özü deyir bunu. Əyyuhən-nəs, özdə insanlara deyir ki, rəyinizi, yəni biz rəylə hərəkət eləmişdik, o da rəyinizi qınayın. İttahimu ra'yakum ala dinikum deyil İmam Müslimin rivayətində. Oxumursunuz axı. İndi bax ki, Hudeybiyə ashabı haqqında Rasulullah sallallahu aleyhi ve sellem nə deyir? İmam Hümeydi yenə Musnədində 1259 nömrəli rivayətdə buyurur ki, Həddəsənə Sufyan, qalə Həddəsənə Amr ibn Dinar, qalə Səmi'ətü Cabir ibn Abdillah yəqul, Kunna yevmən Hudeybiyyəti 1400. Fəqalə lənə Rasulullah sallallahu aleyhi ve sellem, Entumul yevmə xayru əhlil ard. Qalə Cabir, və ləv kuntu ubsiru ləərəytukum mavda'aş şəcərə. Deyir ki, İmam Hümeydi bizə Sufyan danışdı, dedi, bizə Amr ibn Dinar danışdı, dedi, Cabir ibn Abdullah'ı eşitdim, deyirdi, biz Hudeybiyə günündə 1400 nəfər idik. Rasulullah sallallahu aleyhi ve sellem bizə dedi, siz bugün yer əhlinin ən xeyirlilərisiniz. Cabir radiyallahu anh deyir ki, əgər mən bugün görə bilsəydim, mütləq sizə altında beyt etdiyimiz ağacın yerini göstərərdim. Radiyallahu anhu varlah. Budur məsələ. 1400 nəfər sahabə, yer üzrünün ən xeyirliləri, bir səbəbdən dolayı Rasulullah sallallahu aleyhi ve sellemin əmrini yerinə yetirmirlər. Hətta Rasulullah sallallahu aleyhi ve sellem girir çadıra, Ummu Sələm anamıza deyir ki, bəs insanların halı nədir belə? Ya Rasulullah, artıq onlara, yəni o qəlblərinə gedən şey girib. Sən çıx, bərbərini çağır, saçını kəsdir, qurbanını kəs, onlar da sana baxıb edəcəklər. Məşhur, məruf hadisədir. Nə edək? Deyək ki, sahabələr səhv etdilər, doğru eləyiblər. Allah onların hamısına razı olsun. Allah onların hamısını əff etsin, bizi də əff etsin. Səhvinin olması onların fəzilətlərini əskiltmir. Hər insanda səhv olur, hər insanda yanlış olur. Heç kim bundan istisna deyil. Yəni, hər hansı bir insan deyəndə ki, burada xəta var, burada yanlış var, demək deyir ki, həmin qövmü ittiham edir, pisləyir və s. və s. Sizin kimi deyil insanlar. Kim kimə müxalif oldu, onun müxalifi kafir. Sizə kim müxalifsə kafirdir və ya sapıqdır, ona salam verilməz, salamı alınmaz və s. Bu kimi müamilələr edirsiniz. Təkfir etməsəniz də belə bu kimi müamilələr edirsiniz. Amma kitab sünnət başqa şey deyir. Başqa cürdür məsələ. Hər ixtilaf eləyən, hər qarşı çıxan təkfir etmir ki. Zaten özün də bunu deyirsən də, amma özünə sərf eləyən yöndən deyirsən. İndi bildiyin Səhl ibn Hüneyf radiyallahu anhu nəyə görə bu sözləri deyirdi? Ömər radiyallahu anhu isə həmin o gündə, Hudeybiyə günündə Rasulullah sallallahu aleyhi ve sellemə soruşur, biz haqq üzərində deyilmiyik, onlar batıl üzərində deyil, o zaman biz niyə olaraq güləşdə gedirik deyə etiraz eləyirdi. İmam Əhmədin Musnədində 18009 nömrəli rivayətdə deyir ki, ثم قال عمر ما زلت أصوم وأتصدق وأصلي وأعتق من الذي صنعته مخافة كلام الذي تكلمت به يومئذ حتى رجوت أن يكون خيرا. Bu hadisi də elhamdülillah kitabımızda vermişik. Bütün rivayətlər orada mövcuddur. Burada deyir ki, Ömər radiyallahu anh, mən o gündə danışdığım kəlmədən, yəni kəlamdan deyir, qorxduğum üçün deyir, oruç tutmağa, sədaqə verməyə, namaz qılmağa, kölə azad eləməyə davam eləyirdim. Etdiyim şeyə görə. Ömər radiyallahu anh özü belə bildi ki, yanlış eləmişdi. Allah onların hamısından razı olsun. Yəni, ittiham eləməyə, asıb kəsməyə nə var ki? O başqa, bu başqa. Yəni, özün nə danışdığını bilmirsən. Biraz sonra oxuyacağım inşallah. Deyəcəksən ki, sahabənin hər ittifaq olan yerdə ixtilaf eləmək deyir şey deyil. Problem deyil. Nə oldu bəs? Biz deyəndə ki, falan alim xəta eləyib, sən alimlər təşvir eləyirsən. Nə oldu? Sizdə Yahudi standartı var. Sizlərdə. İkili standart. Sizdə hər şey olar. Sizin ixtilafınız da haqdır. Sizin təkfir etməyiniz də haqdır. Sizin bütün haqsızlıqlarınızın hamısı haqdır.
Hər hansı bir müsəlman, hər hansı bir Allahın qulu qalxıb bir dənə haqq söz deyəndə o təkvirçi, xavaric, nə bilim, iğrənc şeylər, adlar qoyursan belə, mən ağzıma almağa utanıram. Yəni, yaşından başından utanmırsan. Sonra da onu sözləri deyib paylaşandan sonra, insanlara bunu təqdim edəndən sonra, onların qarşısına çıxıb kürsüdə Allah və Rəsulunun danışmağa utanmırsan, həya etmirsən. Nə istəyirsiniz bu ümmətdən? O insanların günahı nədir? Onlar sənə inanırlar, sənə etimad edirlər. Nədir onların günahı? Nə cavab verəsən qiyamət günündə? İnşallah davam edəcəm. Və axir davana elhamdülillahi rabbil alemin.